Salam, əziz və dəyərli mühim izləyicilərimiz, əziz abituriyentlərimiz. Bugün mən sizlərə buraxılış tipli sualın izahını təqdim edəcəm. Gəlin başlayaq. Bu sual izahı sırf ödənişsiz WhatsApp qrupları üçün nəzərdə tutulmuşdur. İlk öncə baxaq. My teacher sends the exam results to my parents. Mənim müəllimim imtahan nəticələrini mənim valideynlərimə özü göndərir. Əziz abituriyentlər, teacher, müəllim, doktor, həkim, menecer kimi sözlərdə sənəti icra edən şəxsin kişi və ya qadın cinsi olduğunu bilmədiyimiz üçün biz hər iki əvəzliklə himself, onun özü kişi cinsi əvəzliyi, qayıdış əvəzliyi və herself, onun özü qadın cinsi əvəzliyi ilə əvəz edə bilərik. Bu məqama xüsusilə diqqət yetirin. Deməli, my teacher himself, onun özü kişi cinsi, yəni kişi müəllim nəticələri valideynlərimə özü göndərir. My teacher herself, onun özü, yəni qadın müəllim nəticələri mənim valideynlərimə özü göndərir. Bizi izləyin, daima bizimlə qalın. Sağ olun.